Cazibədar olmağın 4 əlaməti həm kişilərə, həm də qadınlara aiddir. Birincisi, sizdə aydın üz asimetriyası yoxdur. Simmetrik üz çox vaxtı cazibədarlığın əlaməti sayılır. Bunun elmi təsdiqi də var. TikTokda simmetriyanın maskası da var, istəsəz yoxlaya bilərsiniz. İkinci, şəxsi komplimentlərin azlığı. Əgər real həyatda, yəni gündəlik komplimentlər eşitmirsənsə, bu ondan xəbər verə bilər ki, sadəcə əhatəndəki insanlar düşünürlər ki, onsuz bu bilir, yaraşıqlıdır, yəni bunu təkrar deməkdə bir məna görmürlər. Onların susqun vali olması çox vaxt özünü sosial şəbəkələrdə biruzə verir. Onlar səhifənizə girə, şəkillərinizə baxa bilərlər, amma heç birini like etməyəcəklər və ümumiyyətcə orada olmaqlarının heç bir izini buraxmayacaqlar. Üçüncü, sizi məclislərə tez-tez çağırırlar. Əgər sizi ad günlərinə, partilərə, müxtəlif məclislərə tez-tez çağırırlarsa, bu ona görədir ki, insanlar sizin orada varlığınızı görmək istəyir. Onlar sadəcə istəyir ki, siz onların yanlarında olasınız. Çünki sizin orada olmağınız orada xoş abu-hava yaradacaq. Və sonuncu, dostlarınızın təşviqi. Bilmirəm, başda gəlib ya yox, dostunuzla oturmusunuz və anidən o sizə deyir ki, başa düşmürəm, sənin niyə sevgilin yoxdur? Və yaxud da, mən sənin yerində olsaydım, uğraşdım, cəmaət ölürdü dərdimdən. Ya da gündə bir günə fırlanırdım. Amma siz belə şeylər eləməyin. Videonu bəyənməyi və səhifəyə takib atmağı unutmayın.